Rezervasiya yaratsanız hansı cərimə tətbiq oluna bilərmi? Həmçinin ləğv və ya rezervasiyanın ləğvi tələb olunarsa maliyyə itkisi riski olmadan Unit Travel ilə hətta geri qaytarılmayan tariflə bron etməyin nə qədər təhlükəsiz olduğunu nümayiş etdirəcəyik. Bilirdinizmi ki, Unit Travel ilə əvvəlcədən ödəniş etmədən və cərimə riski olmadan hətta geri qaytarılmayan tarifləri də bron edə bilərsiniz. Əgər pulsuz ləğv tarifini seçsəniz, ödənişi pulsuz ləğv müddətinin sonunadək təxirə sala bilərsiniz. Geri qaytarılmayan tarif üçün sizə tam ödənişi etmək üçün 2 saat vaxt verilir. Əgər bu müddət ərzində ödəniş həyata keçirilməzsə, bron avtomatik olaraq cəriməsiz ləğv olunacaq. Əsas bron səhifəsində və bron daxilində ödənişin son tarifini göstərən taymer mövcuddur. Biz həmçinin ödəniş tarifini sizə e-poçt vasitəsilə və ya Telegram botumuzdakı bildiriş ilə xatırladacağıq. Əgər ödəniş edilməzsə, sistem bronu avtomatik olaraq cəriməsiz ləğv edəcək. İndi siz müştərilərin qərar vermək üçün vaxt lazım olduğu zaman cazibədar qiymət təklifini itirməkdən narahat olmayacaqsınız və öz cibinizdən cərimə ödəməli olmayacaqsınız. Həmçinin bron üçün mövcud olan 25 ödəniş üsulundan istənilən biri ilə hissə-hissə ödəniş edə bilərsiniz. Biz ən rahat və təhlükəsiz iş şəraitini yaratmaq üçün daim təkmilləşirik. Müştərinin ödəməsi B2B2C sxemindən istifadə edərək müştərinizə ödəniş linki göndərə bilərsiniz ki, müştəri bronu onlayn özü ödəsin. Bu ödəniş sxemində avtomatik ləğv şərtləri eyni qalır və sizə və ya müştərilərinizə cərimə tətbiq olunmayacaq. Bu ödəniş üsulları ilə siz bronları tamamlaya bilir, aviabilet və ya otel kuponları verə bilərsiniz, hətta gecə saatlarında və ya həftə sonları. Əgər son tarifdən əvvəl bronu ləğv etmək qərarına gəlsəniz, bunu cəriməsiz yalnız bir kliklə edə bilərsiniz. Pulsuz avtomatik ləğv Unit Travel'in bütün məhsullarına aiddir. Dinamik paketlər, otellər, uçuşlar, transferlər, ekskursiyalar və avtomobil icarəsi. Gəlin geri qaytarılmayan tariflə bir otel bron edək. İndi isə qiymət təklifini seçin. Səyahətçilərdən birinin məlumatını daxil edin. E-poçt ünvanını və telefon nömrəsini əlavə edin. Sonra növbəti əməl, məlumatı yoxlayın düyməsini klikləyin. Məlumatların yoxlanılması səhifəsində şərtləri bir daha diqqətlə nəzərdən keçirin. Geri qaytarılmayan tarif vəziyyətində rezervasiya üçün ödənilən hər hansı bir məbləğ geri qaytarılmır. Buna görə də tarif geri qaytarılmayan adlanır. Bununla belə, əgər heç bir ödəniş edilməmişdirsə, sistem 2 saatdan sonra bu sifarişi cəriməsiz avtomatik olaraq ləğv edəcək. Rezervasiyon şərtləri ilə razılaşdığınızı təsdiqləmək üçün qutuyu işarələyin. İndi rezervasiya et düyməsini basın. Bu rezervasiya indi sifarişlər bölməsində görünəcək. Bu rezervasiya üçün ödəniş etmək və ya pulsuz avtomatik ləğvi gözləmək seçiminiz var. Məsələn, bu ödənilməmiş rezervasiyada olduğu kimi. Unit Travel ilə rezervasiya risksiz rezervasiyadır. Video başa çatdı, amma 24/7 dəstəyimiz heç vaxt dayanmaz. Əgər suallarınız varsa, bizimlə birbaşa əlaqə saxlamaqdan çəkinməyin.